Salam hörmətli izləyicilər. Bugün biz 9-cu siniflərin buraxılış imtahanı üçün nəzərdə tutulmuş bu kitabın modul 2 birinci səhifəsinin izahına baxacağıq. Xatırlatmaq istəyirəm ki, kanalımıza abunə olmağı unutmayaq. Kanala abunə olmaqla video həllərin önə çıxmasına və daha çox insanların, daha çox şagirdlərin baxmasına səbəb olursunuz. Öncədən təşəkkür edirəm hər kəsə. İndi sualın izahlarına başlayaq. Birinci sualımız, deməli, rəqəmlə verilmiş ədədini sözlə yazın deyir. Təbii ki, bunu hər birimiz, yəni şagirdlərimiz yəqin ki, asanlıqla bunu yaza biləcəklər. Deməli, burada təklik, onluq, yüzlük, minlik və 10 minlik var. Və biz bunu adlandırdığımız zaman təbii ki, 50.301 yazacağıq. 50.301. Manat elə belə yazdım. Yəni 50.301 manat deyək. B variantına baxırıq. Birinci sualın B variantı. 0,3 bölü 0,2 qismətini tapın deyir. Yenə də asan sual tipidir. Mən onu kəsr şəklində göstərdim. Müxtəlif formada yazmaq olar. Və burada biz bilirik ki, kəsrin surət və məxrəcini eyni bir ədədə vurmaq olar. Tamdan azad olmaq üçün burada hər tərəfi 100-ə vurdum. 0,3'ü 100'ə vurduqda 3 eləyər, 0,2'ni 100'ə vurduqda 2 edəcək və 3'ü 2'yə böldükdə təbii ki 1,5 edər. Yəni cavab olaraq 1,5 olacaq. C variantına baxırıq. Deməli, hesablayın və nəticəni standart şəkildə yazın deyir. Verilən ifadə budur. Deməli, gördüyümüz qədər hər birində vuruq, yəni vurma işarəsi var. Ona görə də burada mötərizəni mən qeyd etmədim. Deməli, 8,2 vurulsun 10 üstü mənfi 7 vurulsun, 5 vurulsun 10 üstü mənfi 3. Yox, üzr istəyirəm. 5 vurulsun 10 üstü müsbət 3. Burada deməli, əsaslar eynidirsə vurma zamanı üstləri toplaya bilərik. Digər ədədləri isə bir-birinə vururuq. Yəni burada 8,2'ni 5'ə vurduqda təbii ki 41 edir. 41 vurur. 10 üstü mənfi 7'ni 10 üstü 3'ə vurduqda biraz öncə dedik. Əsaslar eynidirsə üstlər toplanmalıdır. Yəni 3 plus mənfi 7. Yəni bu nə deməkdir? 3 çıx mənfi 7 deməkdir. 3 üstə gəl mənfi 7, yəni plusuna minus, deməli çıx olacaq. 3 çıx 7. Buradan alınır ki 41 vurulsun, 3'dən 7 çıxdıqda 10 üstü mənfi 4. Deməli, bizdə şərt edir ki, standart şəkildə yazın. Deməli, 41 vurur, 10 üstü mənfi 4'də biz 4,1 vurulsun, 10 üstü mənfi 3 yazıq ki, yəni standart şəkildə görülsün. Sual 2'yə baxaq. 2x var çıx 4x çıx 1 funksiyasının qiymətlər cədvəli verilmişdir. Yəni, demək istəyir ki, x-in yenə mənfi 2 qoyduqda 15 alınır, mənfi 1 qoyduqda 5 alınır, 0 qoyduqda mənfi 1 alınır və s. və ilaxır. Və ilk sualı belədir. X və 3 qiymətində y-in qiymətini hesablayın və cədvəldə yazın. Bəli, deməli, x-in 3 qiymətində y, x-in 3 qiymətində y neçə alır onu tapmalıyıq. Deməli, biz burada x-in yenə 3 qoymalıyıq. Onda indeksdə 3 yazdım ki, y 3 bərabər 2 vurulsun. 3'ün kvadratı çıx, 4 vuraq, yəni 4 vuraq 3, çıx 1. Buradan 3'ün kvadratı 9 edəcək, 9'u 2'yə vurduqda 18 edər. 18 çıx, 4'ü də 3'ə vurduqda 12 edəcək, çıx 1. Mənfi 12 ilə mənfi 1, mənfi 13 edər. 18'dən də 13 çıxdıqda təbii ki 5 qalar. Deməli, x-in yenə 3 qoyduqda y 5 alacaq. Ardına davam edək, ardına baxaq. B variantında deyilir, qiymətlər cədvəlinə görə funksiyanın qrafikini qurun. Qiymətlər cədvəlinə görə funksiyanın qrafikini qurun. Mən burada deməli, parabolanın təpə nöqtəsinin koordinatlarını tapmaq üçün lazım olan düsturları qeyd elədim. Bunları qeyd eləməkdə məqsədim. İlk öncə deməli, biz qrafik qurduğumuz zaman təpə nöqtənin koordinatlarını bilməyimiz məqsədə uyğundur. Ancaq biz cədvələ diqqət edərək bu qrafiki quracağıq. Deməli, diqqət edək. Biz bu düsturdan istifadə edərək dəqiqləşdirdik ki, yəni parabolanın təpə nöqtəsi apsisi nəyə bərabərdir? Bəli, deməli, verilən funksiyada b-nin qiymətinə diqqət edək. B-nin qiyməti mənfi 4'dür, a-nın qiyməti 2'dir. Onda bu düsturda yeni nəzər alsaq, mənfi 4 böl 2 vur 2.
Mənfi ilə mənfi müsbət edəcək. 4-ü də 2-ni də 2-yə vurduqda 4 edər. 4-ünü də 4-ə böldükdə 1 edəcək ki, demək 2, 0, 1-ə bərabərdir. Hə, deməli təpə nöqtənin koordinatı 1-dir. Bəli, təpə nöqtənin koordinatı, yəni 2, 0, 1 olduqda y0 mənfi 3 alacaq. Biz onu bu düsturda da qiymətləndirmə aparsaq, görəcəyik ki, y0 mənfi 3 alır. Kitabda belə də deyilir, təpə nöqtənin koordinatları m, n şəklində də göstərilir, amma mən x0, y0 şəklində verdim. Diqqət edək, deməli bizim parabolanın təpə nöqtəsinin apsisi 1, koordinatı mənfi 3 olacaq, o nöqtəni qeyd elədik. Digər tərəfdən biz bilirik ki, şəklə diqqət edək, yəni 2, 0 olduqda y hər hansısa qiymət alır ki, biz onu burada baxaq, deməli x-ə 0 versək, funksiyada y nə alacaq? Mənfi 1. Cədvəlimizdə də var. 0 verəndə deməli mənfi 1 alır. Cədvələ nəzərən biz şəkili quracağıq, sonra diqqət edək, ardına baxaq. Deməli x-ə mənfi 1 verdikdə 5 alır, x-ə mənfi 2 verdikdə təxminən deyək 15 alır, 15 bura düşəcək. X-ə deməli 2 verdikdə mənfi 1 alır, təxminən burada bir nöqtə. X-ə 3 verdikdə biraz öncə tapdıq, 5 alacaq, bura düşür. Bəli, biz bu nöqtəni, buradakı nöqtəni və verilən nöqtələr nəzərən bu və bu nöqtələri qeyd etdik. Bu nöqtələr nəzərən qrafiki çox rahatlıqla qura bilirik və görürük ki, parabola şəkildə qurulduğu şəkildə olacaq. Bəli, biz qrafiki qurduq. Deməli, bizdə sual nə olurdu? Suala diqqət edək. Deməli, qiymətlər cədvəlinə görə funksiyanın qrafikini qurun. Bəli, biz qurduq. Qrafik hazırdır. C-bəndə qrafikə görə y bərabər 0 olduqda x-in təqribi qiymətlərini tapın. Bu aydın məsələdir ki, biz y-ə 0 verəcəyik və burada alınan hissə kvadrat tənliyi olacaq ki, kvadrat tənliyinin də diskriminant yolu ilə köklərini tapacağıq. Ancaq köklər irrasional qiymətlər çıxdığından təqribi qiyməti alır. Mən burada diskriminantı d ilə yox, d1 ilə tapdım. Biz bilirik ki, d ilə tapdıqda diskriminant b kvadrat çıx 4ac edir və köklər x1, 2 bərabərdir plus minus, deməli mənfi b plus minus kökdə d böl 2a-dır. Amma d1 ilə biraz fərqlidir. Mən burada həlli d1 ilə apardım, biraz asan olsun deyə. D ilə də çətindir və həllini yəqin ki bilirik. Yenə də mən həll yazdım. D1 ilə isə k kvadratı çıx ac-dir. K isə x əmsalının yarısı deməkdir. X əmsalının yarısı deməkdir. D1 düsturu o zaman tətbiq olunur ki, x-in əmsalı cüt ədəd olarsa. Və diqqət edək, x-in əmsalı cütdür və onun yarısını mənfi 2 eləyir. Və düsturda k kvadrat çıx ac olduğundan mənfi 2-nin kvadratı çıx a, 2 vur mənfi 1. Və mənfi 2-nin kvadratı 4 eləyir, 4 çıx mənfi 2, 2 mənfi yan-yana olduğundan plus olacaq, 4 plus 2, 6 edəcək. Deməli, D1 6-dır. Kökləri isə x1, 2 bərabərdir, mənfi k plus minus kökdə D1 böl a-dır. Yəni 2a yox, a-dır. Bunda k-mız mənfi 2 idi, yəni x əmsalının yarısı. Mənfi 2, mənfi ilə düsturdakı mənfi müsbət 2-dir. 2 plus kökdə D1, yəni 6 böl 2a yox, eləcə a. Bizim də diqqət edəcək, funksiyamızda a 2-dir. Aha, deməli onda 2 plus kökdə 6 böl 2, digəri 2 minus kökdə 6 böl 2 olacaq. Buradan biz təqribi qiymət almaq istəyiriksə, yəni kökdə 6-dan təqribən qiymət çıxara bilərik. Belə deyək, kökdə 4 olsaydı 2 çıxardı, kökdə 9 olsaydı 3 çıxardı, kökdə 6 kökdə 4-ə qismən yaxın olduğundan təxminən 2,3 deyək və ya 2,4 deyək təxminən, 2 plus 2,4 desək, bu təxmini bir qiymətdir. Edər 4,4, onun da yarısı 2,2 baxa bilərik və yaxud 2 çıx 2,4 böl 2 mənfi 0,4 böl 2, o da mənfi 0,2 edər. Təqribi qiymətlər bunlar. Ancaq mən irrasional köklərlə cavabı saxlamışam. Digər şərtə baxaq. X-in hansı qiymətində funksiyanın qiyməti ən kiçik olar? Funksiyanın ən kiçik qiymətini tapın. Bu müxtəlif formalarda tapmaq olar. İlk öncə biz qrafikə baxaraq biz çox rahatlıqla deyə bilərik ki, funksiyanın qiyməti daha kiçik olması üçün qrafikdən görürük ki, funksiya ən kiçik qiyməti mənfi 3 ilə alır.
Qrafikə diqqət edək. Enir. Minimum ən kiçik qiymət -3-də alır. Bəli, funksiya ən kiçik -3 olduqda təbii ki, x 1 olur. Deməli, x-in 1 qiymətində bu funksiya ən kiçik qiymət alır. Ancaq burada x və y şəklində yazdığı üçün biz belə deyirik. Deməli, x0 bərabərdir -1/2 üsulundan istifadə edərək biz parabolanın təpə nöqtəsinin apsisini tapırıq. Buradan apsisi müəyyən etdiyimiz zaman qiyməti 1 görürük və həqiqətən də x-in 1 qiymətində bu funksiya ən kiçik qiymət alacaq. X-in 1 qiymətinə gətirib funksiyada biz yerinə qoysaq, 2x kvadrat çıxı 4x çıxı 1, orada x-in yerinə qoysaq, bu ifadəni alırıq ki, buradan da görürük ki, -3-ə bərabər həqiqətən də deməli, x-in 1 qiymətində bu funksiya ən kiçik qiymət alır. Və ya ikinci bir həll göstərmişik. 2x kvadrat çıxı 4x plus 2 minus 3 yazmışıq. 2 minus 3 yenə də -1 edir. Yəni, funksiya bu şəkildədir. 2x kvadrat çıxı 4x çıxı 1 edir. Çıx 1-in qarşılığında 2 çıx 3 yazıq. Məqsədimiz burada verilmiş 2x kvadrat çıxı 4x plus 2-dən 2-ni ortaq vurub çıxarsaq, yerdə qalan hissəni yoxsalma düsturunu verəcək ki, 2 vurulsun x minus 1-in kvadratı yaza bilirik. Çıx 3. Bu 2 vurulsun x minus 1-in kvadratı çıx 3 yenə də kvadrat funksiya üçün ümumi formuldur və burada 1 onun təpə nöqtəsinin apsisini, -3 isə təpə nöqtənin ordinatını göstərir. Buradan bir daha görürük ki, biz bu hissəyə 0 desək, funksiya deməli, ən kiçik qiymət alacaq və funksiyanın ən kiçik qiyməti -3 olur. Nə zaman -3 olur? Bura 0-a getdikdə. Bura 0-a gedirsə, demək x minus 1 bərabər 0 deyəcək və buradan da x bərabər 1 olacaq. Deməli, biz bu şərtə müxtəlif formalarda izahlarını verdik. Digər üçüncü sualımıza baxırıq. Bu sual asan sual tipi sayılır. Samir və Emin tələbədirlər və 300 manat ev kirayəsini uyğun olaraq 2/3 nisbətində bölürlər. A variantında sual belədir. Onların hər biri neçə manat ödəyir? Yəni, onların hər biri kirayə pulu nə qədər ödəyir? Deməli, onlar ikisi bir yerdə 300 manat ev kirayəsi verirlərsə, ancaq verdikləri kirayə pulları fərqlidir. Nisbət olaraq 2/3 nisbətindədir. Deyək, Samir və Emin uyğun olaraq deyirsə, deməli, ilk öncə Samirin adı, sonra Eminin adısa, uyğun olaraq sözünə görə, deməli, Samirə 2, Eminə 3 uyğun gəlir. Onda belə nisbət olduğundan biz onu mütənasiblik əmsalına vururuq. Deməli, Samirə uyğundur 2k, Eminə uyğundur 3k. Və biz bilirik ki, Samirin verdiyi pulla Eminin verdiyi pulu toplasaq 300 eləməlidir. Onda 2k plus 3k bərabərdir 300, 5k bərabərdir 300, buradan k bərabərdir 60 olacaq. Mütənasiblik əmsalının 60 olduğunu bildiyimiz halda 2-ni 60-a vurduqda 120 edəcək. Yəni, Samir demək, kirayə olaraq verilən 300 manatın 120 manatını ödəyir. Emin isə 3 vurulsun 60, 180 manat olur ki, Emin də kirayə pulun 180 manatını demək verir. Cavab 120-180. B variantına baxırıq. Onlar xərcləri də bu nisbətdə ödəyirlər. Yəni, kommunal xərclərdən söhbət edir, müəyyən xərclərdən söhbət edir ki, istənilən ödənişləri bu nisbətdə edirlər. Və burada göstərir, Samir bu ay işıq üçün 8 manat ödəmişdir. Aylıq işıq pulu neçə manat olmuşdur? Əgər bunların işıq pulu ödənişi də eyni nisbətdədirsə, deməli, onda belə çıxır ki, Samirə 2k, əslində burada 2n, 3n yazmalıydıq. Nisbətdə k-lar fərqli olsun, amma AB variantı olaraq fərqli misal tipidir düşüncəsindən fərqli baxmaq olar. Yəni, burada biz nisbəti 2k, 3k götürmüşüzsə, burada 2n, 3n yazmamız məqsədə uyğun olardı. Ev yox, devam edək. Onda nisbət eynisə 2k Samirin qiymətidir, 3k Eminin qiymətidir. Yəni, daha doğrusu üzr istəyirəm. Samirin işıq üçün verəcəyi pulun məbləğidir. 3k isə Eminin işıq üçün verəcəyi pulun məbləğidir. Deməli, Samirin işıq üçün verdiyi pul bəllidir. 8 manatdır. Deməli, 2k bərabər olmalıdır 8-ə. Buradan görürük ki, k mütənasiblik əmsalı 4-dür. Əgər 4-dürsə, biz burada k-nın yerinə 4-ü yazsaq, 3 vur 4, deməli, Eminin də işıq
üçün verdiyi məbləğ 12 manat olacaq. Aydındır ki, ümumi olaraq ay ərzində Samir və Emin işıq üçün nə qədər pul verir, onu tapmaq istəyiriksə, o zaman Samirin işığa verdiyi pulla Eminin işığa verdiyi pulu toplamamız lazımdır. 12 plus 8 o da 20 manat eder. Deməli, aylıq Samir və deməli, Emin işıq pulu olaraq 20 manat pul ödəyirlər. Digər tərəfdən biz belə də baxa bilərik. Biraz öncə dedik, əgər nisbət eynidirsə, Samirlə Eminin işığa verdiyi pulun nisbəti 2 bölüşdürsə, Samirin də işıq üçün verəcəyi pul 8 manatdırsa, deməli 8 manatı Eminin verəcəyi pulun məbləğinə böldükdə 2/3 nisbəti düşməlidir. Burada 2 ilə 8 ixtisar edəcək, 4 qalacaq, 4-ü 3-ə vurduqda yenə də Eminin ödəyəcəyi pulun 12 olduğunu görürük. Samirin də ödəyəcəyi pul 8 olduğundan toplayıb 20 tapa bilərik. Bu şəkildə də baxa bilərik və s. Fərqli şəkillərdə də həllər göstərmək olar. Deməli, modul 1-in ikinci səhifəsini bir neçə saat ərzində deməli, sayta yükləyəcəm inşallah. Bir daha xatırladım ki, şagirdlərimizin, yəni uşaqlarımızın bu video həllərə çox asanlıqla baxması üçün siz izləyicilərin köməyinə ehtiyacı var. Yəni siz kanalımıza abunə olaraq video həllərin önə çıxmasına səbəb olursunuz ki, video həllərin bir balaca şəkildə ad yazmaqla, məsələn, qısa ad yazaraq video həlləri şagirdlərimiz tapa və istifadə edə bilərlər. Sağ olun, təşəkkür edirik.